Azərbaycanda bu şəxslər 100 manat ödəniş eləməkdən azad edilir. Yeni qərar gözlənilir. Məişət zorakılığından zərər çəkmiş şəxslərin uzun müddətli mühafizə orderinin verilməsi üçün müraciət elədikdə dövlət rüsumu ödəməməsi haqqında dəyişikliklər ilk oxunuşda qəbul edilir. Report xəbər verir ki, bununla bağlı dövlət rüsumu haqqında qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə qeyd edilib ki, məişət zorakılığından zərər çəkmiş şəxsə uzun müddətli mühafizə orderinin 60 gündən 180 gün müddətinədək verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur. Təklif edilən dəyişiklik məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzun müddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi, onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlir.